Bugün bunu qeyd eləmək istəyirəm ki, Allah'tan razı olmaq məqamına çatmağın yollarından biri şükürdür. Mən xatırlayıram ki, şükür haqqında bizim silsilə söhbətlərimiz olub cümə günlərində. Amma razılıq haqqında danışarkən də şükür mövzusuna toxunmalıyıq. Razılığa çatmağın yollarından biri şükürdür. Razılıq, yəni mən hər halda Allah'tan razıyam. Xüsusilə çətinlik və sıxıntı zamanı. Razılığın mənası budur. Amma hər işi biz asandan başlamalıyıq. Çətin işlərə gedən yol asan işlərdən keçir. İlk mərhələdə Allah'tan razılığımızı çətinlikdən əvvəl asayiş vaxtında bildirməliyik. Rahat vaxtda bildirməliyik. Çətinlik vaxtı Allah'tan razı olmaq bir məqamdır. Buna getmək üçün əvvəl rahatlıq vaxtda, rahat vaxtda Allah'tan razı olmalıyıq. Heç olmasa biz asayiş vaxtında, nemət vaxtında Allah'tan razı olaq ki, sonra da sıxıntı vaxtında da razı ola bilək. Allah insana verdiyi nemətlər zamanı, asayiş və rahatlıq vaxtı Allah'tan razı olmaq şükür deməkdir. Şükrün mənası əsasən belədir. Yəni Allah'ın nemətlərinə görə ona təşəkkür eləmək. O kəslər ki, sıxıntı vaxtı, bəla vaxtı şikayət edirlər, gileylənirlər, Allah'tan narazıdırlar. Onlardan soruş ki, rahatlıq vaxtı nə qədər şükür edirdin? Nə dərəcədə Allah'ın verdiyi nemətlərə şükür edirdin? İndi ki, sən şikayət edirsən ki, mənim vəziyyətim pisdir, bir zaman vəziyyətin yaxşı olanda bəs, necə? Təşəkkür edirdin, şükür edirdin, yoxsa yox? Bunu bir qayda olaraq sizə deyim ki, o kəslər ki, onlara nemət verilən vaxt Allaha şükür eləməyib, onlar bəla zamanı mütləq Allah'tan şikayət eləyəcək. Nemətlərə şükür eləməyən insan bəlalara səbr eləyə bilməz. Bu bir qaydadır. Nemətlərə şükür eləməyən insan bəlalara səbr eləməz. Nemət vaxtı şükür etməyən insan bəla vaxtı mütləq şikayət eləyəcək, etiraz edəcək. Çətin gündə razı olmaq üçün xoş gündə şükür eləmək lazımdır. Şükür eləməyi çətinləşdirən bir sıra amillər var, onlara bugün toxunmaq istəyirəm. Allah bilirsiniz Quranda gileylənir şükür edənlər barədə. Buyurur ki, və qalilun min ibadiyəş şəkur. Mənim bəndələrimdən az hissəsi şükür edir. Az qismi şükür edir. Yəni şükür deməli belə bəllidir ki, çox adamın sahib olmadığı bir dəyərdir. Allah özü Quranda buyurur. Özü də bir zaman üçün demir. Hər zamanda yaratdıqlarımın içində az qismi mənə şükür edə bilir. Şükür asandır. Şükür nədir? Nemətləri görəsən, onlara görə təşəkkür edəsən. Bəs niyə görə az adam şükür eləyir? Bu qədər asan iş. Bu ki, səbir deyil deyəsən, bəlaya dözmək çətindir. Şükür ki, səbir deyil. Şükür sadəcə verilən nemətləri dilvə gətirmək, ona görə minnətdarlıq bildirmək. Bu qədər asan məsələdir. Bəs asandırsa, niyə görə insanların çoxu şükür eləmir? Quran özü buyurur ki, mənim bəndələrimdən az bir qismi mənə şükür edir. Səbəb nədir? Səbəb budur ki, bir sıra psixoloji səbəblər var. O nemətlər ki, Allah bizə zəhmətsiz onu verib, dua ilə əldə eləməmişik, o nemətlər bizə adi görünür. Zəhmətsiz əldə etdiyimiz nemətlər. Biz o şeyləri nemət hesab eləmirik, şuuraltı olaraq. Elə bilir, elə belə də olmalıdır. Ona görə şükür etmək yadımızdan çıxır. Bir insanın gözü tutulubsa, görmürsə, bu dua eləyir, məsələn, gedir məşədə,
Kərbəlaya, ya həkimə, eyni zamanda Allaha da dua eləyir. Birdən-birə gözü açılırsa, o başlayır şükür eləməyə. Heç səcdədən baş qaldırmaz sevindiyindən. Amma əvvəldən duasız filansız bu gözü verib sənə, buna şükür eləməyi unuduruq, bizə adi gəlir. Nemətlərin çoxsunu biz dua etmədən, xahiş eləmədən, təbii yollarla əldə etmişik deyə onu nemət bilmirik. Şükrü çətinləşdirən məsələ budur. Biz elə bilirik, elə adamın gözü olar, qulağı olar, ayağı olar, əli olar, normal buna, adi yanaşırıq. Və onu xüsusi bir nemət olaraq dəyərləndirmirik, yanından ötüb keçirik. Gərək hər neməti alsın, sonra yenidən versin ki, nemət olduğunu başa düşək. O da mümkün olmur. Gərək məsələn, insanın dili tutulsun, sonra danışsın, onda desin, dil böyük nemət imiş, danışıq, nitq. Qulağı tutulsun, heç bir səs eşitməsin, təzdən qayıtsın, ondan sonra şükür eləsin. Şükür asan məsələdir, onu çətinləşdirən bir çox nemətlərin təbii olaraq zəhmətsiz bizə verilməsidir. Bizim özümüzdə şükür qüdrəti yoxdur. Ona görə ki, bu nemətləri təbii hesab edirik. Neməti almamış birbaşa bizə veribsə gərək şükür eləməyək, bizim çoxumuz şükür eləmirik. Bizim yadımızdan çıxır ki, bizim gözümüz var, ayağımız var, əlimiz var. İnanın yadımızdan çıxır. O qədər təbii gəlir bizə, biz bunu nemət hesab etmirik. Ona görə şükür eləyə bilmirik, Allah da gileylənir. Ki, bunların çoxu şükür edə bilmir. Buyurur, bir cənazə görürsən, aparırlar dəfn eləməyə. Təkid edirlər bizə ki, vaxtınız olsa bu mərasimlərdə iştirak edin. Öləni dua eləyin, onun üçün rəhmət oxuyun, salavat göndərin o öz yerində. Bir dənə də bizə məsələ deyirlər. Deyirlər ki, dəfnə gedəndə cənazənin yerini özünüzü təsəvvür eləyin. Biz telefonla danışa-danışa gedirik, məsələlərimizi həll eləyirik. Amma fürsətdir, deyir, elə düşün ki, sənin özünü qoyublar ora, gedirsən, aparırlar. Elə həmin məqamda dua elədin, ilahi qaytar məni yenidən. O meyidi dəfn eləyib qaydandan sonra dinən ki, elə bil Allah qaytardı məni. Eyni ilə belə düşün, elə bil ki, qaytardı. Onda biləcəksən, ömür nə qiymətli sərmayədir. Amma doğulandan yaşayırsan, ölməmsən axı təzdən qaydasan, deyəsən, ilahi nə böyük neymətdir. Yaşayırsan deyə şükür eləmək yadından çıxır. Yaşamaq olub adi bir şey bizim üçün. Biz başa düşmürük ki, biz yaranmışıq, varıq, bu nə boydu neymətdir. Var olmaq balaca bir şeydir. Bir adam var artıq, var, yəni Allah bunu xəlq eləyib, vəssalam. Həyat neymətini dadır, onda qəmlər dağlar, insan onu özünə bir neymət hesab eləsə. Bu birinci məsələ. Rahat əldə etdiyimiz üçün bir çox neyməti duasız şükür eləyə bilmirik. Şükür ona görə çətindir. Asan olan şükür bizə çətin gəlir. İkincisi, o neymətlər ki, hamıda var, bizdə də var. O neymətlərə təşəkkür eləmirik. Hamıda var, bizdə də var. Mən bir dənə sizə əvvəl tövsiyə eləyim, bunu dəfələrlə demişəm, şükür eləməyi öyrənmək istəyirsinizsə Ərəfə duasını oxuyun. Ərəfə duası İmam Hüseyn əleyhissalamın Ərəfatda oxuduğu duadır. Görün nə qədər göz yaşı içində ağlaya-ağlaya şükür eləyir. Nəyə şükür eləyir? O şeylərə ki, bizdə də var olar. Biz nəinki ağlamırıq, heç bizim yadımıza düşmür, bir dəfə deyə ilahi təşəkkür eləyirəm. İmam Hüseyn münazat eləyir, deyirlər Ərəfatda çox ağlayıb, gözünün yaşı axıb, deyir gözümə görə şükür eləyirəm, dişimə görə şükür eləyirəm, mən bir zaman körpə idim, mənim üçün ana yaratdın, ananın ürəyinə məhəbbət saldın, o mənə təmənnasız xidmət elədi, mənim yeməyimi hazırladın, hələ dişim yox idi, ona uyğun qida hazırladın. Bir-bir o şeyləri sadalayır, nə ilə keyf eləyir, eşq eləyir. O şeylər ki, biz onun yanından ötüb keçiririk, belə də olmalıdır. O neymətlər ki, hamıya verib, bizə də verib, onu neymət hesab eləmirik biz. Bu da şükrü çətinləşdirir.
Məsələn, hava verib hamıya, biz onu xüsusi nemət bilmirik. Biz başa düşmürük ki, bu havanı xüsusi olaraq mənə verib. Deyirik, bunun mənim üçündür, hamı üçün var da. Sənin hamı ilə nə işin var? Sənin özünü yaradıb, səni nəfəs almaq üçün hava ilə təmin eləyib. Ümumi gələn neymətlər ki var, hamıya nazil olur, onu xüsusi neymət hesab etmirik biz. Yağış yağır, heç olur ki, oturasan, yağışa şükür eləyəsən. Yağış bizim üçün, hamı üçün yağır. Kimin yadına düşür ki, otursun, mənə yağış yağdırdın bugün. Biz deyirik, mənə nə dəxli var yağışın? Kimi yaradıb ona yağış yağdırır. Amma xüsusi sayısın insan. Məsələn, bugün 1000 manat qazanmışıqsa, bu xüsusidir axı. Billahi şükür sənə. Amma bilmirik ki, o yağan yağış o 1000 manatdan qat-qat artıq mənfəəti var, elə mənim özüm üçün. Birdən o yağmasa, dünyaya bir damcı yağış düşməsə, quraqlıq olsa, acından ölsəm, necə olacaq vəziyyətim? Bahar fəsli gəlib, hər yer çiçəklənib, quşlar oxuyur, gün işıq saçır. Heç olub ki, bahara şükür eləyəsən ki, ilahi, mənim üçün bahar fəslini gətirdin. O qədər adidir ki, fəsildir də 4 fəsil var, bir-birini əvəz eləməlidir. Hamı da görür də bu baharı. Bunun mənə nə dəxli var? Biz neymətlərə şükür eləmək üçün gərək Allah dünyada bütün insanları öldürə bir dənə biz qala, onda bilək ki, bu xüsusi bizə aid imiş bu neymətlər. Bu neymətləri görməyən, onlara şükür eləməyən insan bəla zamanı səbr eləyə bilər? Xeyr, səbr eləyə bilməz. Söhbətimizin axırıncı günüdür deyə razılıq. Bunu da deyim ki, bundan da üstün bir məqam var. Bundan da üstün bir məqam var. O hansıdır? Biz neymətlərə şükürdən danışırıq, heç onu bacarmırıq. Amma bundan üstünü də var ki, eşidək heç olmasa ki, belələr də var. O da hansıdır? O bəlaya şükür eləməkdir. Bəlayan özünə şükür eləməkdir. Biz hələ bu cümələrdə deyirik, bəla gəldi, razı ol. Amma bundan da üstün məqam var. Çətinlik gəldi, çətinliyə şükür eləyəsən. Bu böyük bir məqamdır. Biz hələ nədən danışırıq? Deyirik ki, sıxıntı vaxtı razı olmaq üçün ki, biz hakü salmayaq. Biz dalaşırıq Allahla. Hakü salmamaq üçün deyirik ki, neymət verəndə heç olmasa şükür elə. Neymət vaxtı təşəkkür eləmək insanı hazırlayır ki, bəla vaxtı insan səbr eləsin, razı olsun. Bundan sonra bir yerə çatır ki, bəla gələndə təşəkkür eləyir. Bir dənə hədis deyim, sizə keçmişdə demişəm, təkrar olacaq bu hədis. Bir nəfər İmam Sadiq əleyhissalamın yanına gəlir, deyir ki, ağa, sizə sualım var. Deyir, buyur, deyir ki, mürüvvət nədir? Mürüvvət yəni mərdlik, kişilik. Belə tərcümə eləmək olar. Cavan mərd sözü vardı bizdə. Mərd adam. Mürüvvət sahibi yəni mərd adam, kişi adam. Deyir, mürüvvət nədir? İmam cavab vermir İmam Sadiq əleyhissalam. Buyurur ki, sən əvvəl özündür görüm, sənin fikrin, sən ki sual verirsən mənə, sənin fikrincə mürüvvət nədir? Mürüvvətin mənası nədir? Deyir ki, cəmaat içində bu İmam Sadiqə cavab verir. Mürüvvət belə qəbul olunur ki, birinə neymət verildisə şükür eləyir, birinə neymət verilmədisə səbr eləyir. Buna biz mürüvvətli adam deyirik. Neymət veriləndə şükür eləyir, verilməyəndə də səbr eləyir. İmam bilirsiniz nə dedi ona? Cavabı belə oldu. Buyurdu ki, siz deyirsiniz ki, mürüvvət sizin nəzərinizdə, təzədən onun sözünü təkrar elədi. Neymət veriləndə şükür eləmək, verilməyəndə səbr eləmək elədir də. Dedi, Mədinənin itləri də belədir. Mədinənin itləri, onlara bir şey verirsən, quyruğun tərpədir, təşəkkür eləyir. Verməyəndə də məcburdur, səbr eləyir. Neynəyəcək ki? Bu qaldı belə, dedi, yaxşı ağa, bəs siz cavab verin. Sualı sizə vermişdim. Dedi, biz Əhl-i Beytin yanında mürüvvət budur ki,
nemət vermədilərsə sənə, şükür eləyəsən. Nemət verdilərsə, isar eləyəsən, bağışlayasan başqasına. Biz Əhl-i Beytin nəzərində mürüvvət budur. Biz olsaydıq İmam Sadiqin yanında deyərik, bizi bağışla, üzürlü say, başqa əmrin qulluğun yoxdursa, biz gedək. Bu bizim bacardığımız iş deyil. Bu çətin məsələdir. Nemət verildisə, verilmədisə, şükür elə ki, verilməyib. Şükür sənə ki, vermədin mənə. Biz bunu zarafatca deyə bilərik ki, şükür vermədim. Verildisə, başqasına isar eləmək, başqasına bağışlamaq. İndiyə qədər mən sizə sual verirəm, burada müxtəlif yaş kateqoriyalarına aid insanlar əyləşib. Heç olub ki, Allaha sizə vermədiyi şeylərə görə şükür eləyəsiniz. Oturasınız bir gün deyəsiniz, ilahi şükür sənə ki, filan vaxtı filan şey istədim, mənə vermədin. Filan vaxtı filan şey istədim, vermədim. O ata-ana, bax o ata-ana ki, uşağın yersiz istəyini ona vermir, o yaxşı ata-anadır, təbii. O uşaq məsələn kibrit istəyə bilər, ver, evi yandırım. Ata-ana uşağı çox istəyirsə onu verməz ona. Uşaq da böyüyüb ağlı başına gələn deyir, ata çox sağ ol, o vaxtı mənim ağlım yox idi, səndən filan şey istəyirdim, sən vermədin. Uşağın ziyanına olan şey ki, uşaq istəyir, onu ona verən ata-ana yaxşı ata-anadır, xeyr. Allah, mən səndən bu şeyi istədim, qüdrət də sənin əlindədir, xəzinələr sənin əlindədir, verə bilərdin. Vermədinsə bir səbəb var ki, mənim məsləhətim idi. Oturaq şükür eləyək buna. Ağıl bunu deyir. Ağıl bunu deyir ki, mən istədim, sən vermədinsə bir səbəb ola bilər ki, bu mənim ziyanıma idi. Başqa nə səbəb ola bilər? Bir adam mənə gəlsin, dəlil gətirsin ki, Allah mənim istədiyimi verməyibsə, məsələn, nəuzubillah, gücü çatmadı, dedi ki, bu alınmır, yox. Hər şey onun əlindədir. Vermədisə, vermədiyinə şükür eləməyi bacarasan. Vermədiyinə şükür eləməyi bacarasan. Bu bir məqamdır. Oturaq deyə ilahi, təşəkkür edirəm vermədiyin neymətlərə görə. Neyməti vermədiyinə görə. Bu bir məqamdır. Buna çatmaq üçün hələ biz verdiyi neymətlərə şükür eləyək. Heç bunu bacarmırıq. Verdiklərinə şükür eləyək. Bunun bir xüsusi faydası var, Quran bəyan eləyir. Dünya həyatımızın abad olması üçün mən deyərdim ki, Quranda 2-3 ayə var. Biz ona əməl eləsək, dünyamız düzələr. Ahirətimiz ki, orada çox ayə var. Quran dünyamızı da təmin edir, ahirətimizi də. Dünyamız üçün 2-3 ayə kifayət eləyər, ona əməl etsək, bizə bəs eləyər. O ayəni deyəcəm, indi deyəcəm, hansı ayədir ki, dünyamızı abad eləyir. Amma əvvəl bir daha mövzumuzu xatırladıram, mövzumuz nədir? Razılıq. Razılıq mövzusudur. Razılıq nədir? Yəni sıxıntı vaxtında, bəla vaxtında Allahdan razı olmaq. Razıyam, etiraz eləmirəm. Budur da. İndi biz neyniyək ki, ümumiyyətlə həyatda sıxıntı və bəlalarımız azalsın? Bunun bir yolu var. Bizə əziyyət verən nədir? Sıxıntı. Biz də neçə cümədə danışırıq ki, sıxıntı, bəla vaxtı razı ol. Dinən ki, razıyam səndən. İndi belə bir düstur varmı ki, bu bəlaların sayı həyatımızda azalsın? Bunun yolu budur. Neymət ki verib sənə, asayiş vaxtındasan, şükür çox eləsən, neymətini artıracaq və bəlaları azaldacaq. Bu qaydadır, sizə deyirəm bunu. Neymət vaxtı şükür eləsən, Allah sənə az bəla verəcək. Bilirsiniz niyə görə? Allah bizdən nə istəyir, o bizim yadımızda olsun. Neymət vaxtı necə yadımıza salırıq şükür eləməklə? Neymət vaxtı şükür eləməklə yadımıza salmırıq deyə bəla verir ki, yadımıza düşsün. Çünki biz onu yad eləməklə diririk, yaşayırıq. Neymət vaxtı Allahı yad eləmək yəni nə? Yəni şükür eləmək. Görür ki, neymət vaxtı şükür eləyirsən, Allah yadındadır da bəla vermir. Yox, şükür eləmirsən, məcbur olur bizə bəla verir. Ona görə həyatımızda bəlalar çoxalır.
bəlanın sayını azaltmaq üçün nemət vaxtı şükr eləyin. Bir ayə deyim sizə, sözümün təsdiqi üçün. Bu ayə diqqətlə qulaq asın. Qəribə ayədir. Və iz təəzzənə rabbukum lə in şəkərtum lə əzidənnəkum və lə in kəfərtum innə əzabi lə şədid. Gözəl ayədir, bunu ölənəcən yadınızda saxlayın, ömrünüzün axırına qədər. Nadir ayə taparsınız Quranda və iz təəzzənə rabbukum. Yəni Allahınız, sizin Rəbbiniz nida eləyir. Azan sözü var, azan. Bu təəzzənə, azan eyni kökdəndir. Allah azan verir. Biz azan verəndə nə deyirik? Allahu Əkbər. Allahın azanı necədir? Allah elan eləyir. Quranda çox yerdə deyir, qul Peyğəmbərə deyir, sən denə. Qul ya ibadiyəlləzinə filan. Sən denə. Burada birbaşa özü deyir ki, və iz təəzzənə rabbukum. Allah nida eləyir, yəni fəryad eləyir. Sözün qətiyyətini çatdırmaq üçün. Allah elan eləyir. Nə elan eləyir? Lə in şəkərtum lə əzidənnəkum. Şükür etsəniz, nemətimi artıraram. Lə in kəfərtum, birdən nankörlük eləsəz, onda əzabımı gözləyin. Əzabım çox ağırdır, şiddətlidir. Şübhəsiz, mütləq və mütləq şükür etsəz, nemətimi artıracam. Sizə mən çox dəyərli söz deyirəm, inanın, çox dəyərli söz deyirəm. Çünki Quran sözüdür. Bir psixoloqun yanına getsəz, bu sözləri danışsa, bir seansa nə qədər pul alar sizdən. Mən heç nə istəmirəm, bunlara gedin, əməl eləyin, dua eləyin, mənə bəs eləyir. Amma çox dəyərli sözlərdir, Quran ayələridir. Yaşayışın qaydalarını Allah Quranda bizə başa salır. Şükür eləyin, nemətimi artırım. Mən dua eləyim, siz də amin deyin. Duanı belə eləyirəm ki, ilahi, bizə verdiyin nemətlərin şükürünü bizə qismət elə. Amin. Amin dediniz. Mən sizə sual versəm, bu cavab alaram. Siz elə bilirsiniz ki, mən sırf mənəvi dua elədim. Bizi şükür edənlərdən qərar ver, bizim üçün mənəvi duadır. Amma nə qədər pul yatıb bu duanın içində, nə qədər sərvət, neymət yatıb, biz bunu bilmirik. Məsələn, mən deyirəm, ilahi, mənə ev ver, maşın ver, pul ver, filan ver. Onun hamısından yaxşısı budur ki, deyim ki, ilahi, şükür verdiyin neymətlərə. Bu şükür verdiyin neymətlərə Allah deyirsən bunu dinən, mən istədiyindən artıqlaması ilə sənə verim. Heç sən istəməsən də olar. Bunlar qaydalar da Allah Quranda bizə başa salır. Biz elə bilirik, şükürdən danışır, deməli, ancaq axirət. Axirətdə heç böyük faydası var. Amma dünyada da faydası var ki, şükür elə, Allah artıqlaması ilə neymət versin. Biz şükrü yaddan çıxardırıq, hey istəyirik, ilahi bu müşkülümü həll elə, o problemimi düzəlt, mənə bu lazımdır, o lazımdır. Bunların hamısını cəm elə, dinən ilahi şükür neymətlər və lə in şəkərtum lə əzidənnəkum. Allaha inanırsınız sözünə. Özlə deyir, nida eləyirəm. Təəzzənə, mən nida eləyirəm ki, kim mənim neymətlərimə təşəkkür eləsə, mən artıracam. Dünya, axirət, hər şey mənim əlimdədir. Mən bəxş eləyəcəm artıqlaması ilə. Razılıq mövzusu çox ağır mövzudur. Ağır gəlir sizə, bizə, hamımıza. Ki, bəlalar vaxtı Allahdan razı olmaq. Mən şükürlə onu axırıncı gün sizin üçün yüngülləşdirdim. Şükürlə onu yüngülləşdirdim. Razılıq bəla zamanı olur, çətinlik zamanı olur. Mən sizə bir yol deyirəm ki, mən deməyim pis çıxmasın. Quran deyir bu yolu, mən sizə çatdırıram. Bir yol deyirəm ki, o ümumiyyətlə bəlanın miqdarını azaltsın həyatımızda. Avtomatik razı olaq. Şükürdür o. Şükür etdikdə bəlaların sayı 100 olacaqdırsa 5 olur. Allah deyir, bu məni yad eləyir də buna əlavə bəla niyə verim? Demirəm bəlalar tam gedir, çünki həyatda sıxıntı və bəla az çox var. Amma azaltmağın yolu Allaha şükür eləməkdir. Nə vaxt həyatınızda bəla çoxaldı? Üzünüzü tutun Allaha, Allah hər yerdədir, amma biz göyə baxırıq da uca hesab edirik ona görə. Ucadaq Allah.
baxın göyə deyin ki, ilahi bildim, hə, neymətlərə şükür eləməmişəm yəqin. Başqa səbəb yoxdur. Həyatda bəla çoxaldısa, şükrünüzü artırın, bəla azalacaq. Şükrünüzü artırın. Allah ona görə gileylənir və qalilun min ibadiyyəş şəkur, bəndələrimdən az qismi mənə şükür eləyir. Bir söz deyim, razılıq mövzusunu bitirək. Bir söz, bir hədis. Deyim sözü, mövzunu bağlayaq, bitirək. Dedi ki, şükür bəlanı azaldır, amma tam aradan aparmır. Bəla hər halda həyatda olur, sıxıntı, çətinlik olur. Bəziləri deyir ki, bu bəlalar ki qaldı, şükürdən sonra da qaldı. Ona razı olsaq, Allah görər razı yox, deyər təzələrim ver. Görür də bu razıdır. Bəziləri zarafatça deyirdi ki, alimlərdən eşitmişəm, deyirdi ki, pis öyrəşdirməyək. Görəndə ki, razısan, o da deyir ki, da bu razıdır, elə ver bəlalardan. Bu bəzi adamı qorxudur, deyir, razı olaram. Razılığı görər, deyər, təzə bəlalar verim. Bunu da sizə deyim, bunu da yadda saxlayın. Allahın verdiyi bəlalara razı olarıqsa, Allah yeni bəla verəndə, tutumunuzu nəzərə alıb verəcək. Elə bir bəla verməyəcək sizə ki, sizin tutumunuzdan artıq olsun. Bəla verəcək, bacardığınız şey, gücünüz çatan şeyləri verəcək. Bu da bir qaydadır. Həyatımızda elə bəlalar gəlirsə ki, biz ona dözə bilmirik, taqətimiz çatmır, deməli, ondan qabaqki bəlaya razı olmamışıq. Razı olduqca növbəti bəlada bizim tutumumuz nəzərə alınır. Bizim üçün ağır olan imtihanlar vermir. Sən baxma xanım Zeynəbə, İmam Hüseyin əleyhissalama, onların tutumu çox idi deyə, razı olduqca bəla yağışı artırdı, çünki tutumu çox böyük idi. Bizi qorxutmasın bu şeylər. Biz bəlalara razı olduqca Allah bizə verdiyi bəlalarda bizim ruhumuzun tutumunu nəzərə alacaq. Ona uyğun bəla verəcək. Bunlar hamısı ilahi qaydalardır, sizə deyirəm. Sözüm dəqiq bilirəm ki, düz çıxacaq. Gedin sabahdan, hünəriniz varsa gedin təcrübə eləyin. Düz gəlməsə, Kilevinizi Allaha deyər, çünki öz sözlərinə istinad edib deyirəm. Axırıncı hədisi deyim, sözümü tamamlayayım. Buyurur ki, Ər-Rıza çox gözəl hədisdir. Yeri var ki, axırıncı gün bu hədisi deyək, razılığın nə qədər mühüm mövzu olduğu axırıncı dəqiqədə sizə bəlli olsun. Ər-Rıza ismun yectemi'u fiha me'anil ubudiyyə. Buyurur ki, rıza, razılıq elə bir xüsusiyyətdir ki, bəndəliyin bütün mənaları o xüsusiyyətdə cəm olub. Bundan artıq necə tərif eləyək? Niyə yaranmışıq? وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسِ إِلَّا لِيَعْبُدُونَ İnsan və cini mənə bəndə olsun deyə yarattım. Buyurur ki, bəndəliyin hamısı razılığın içində cəm olub. Kim Allaha bəndədir? Hardan bilək? Namaz bildirir, xeyr. Oruc bildirir, xeyr. Həc bildirir, xeyr. Xums da bildirmir, zəkat da bildirmir. Mühüm olan bəndədirsə, ürəyinin halı mühümdür. Ürəyi Allahdan razıdırsa bəndədir. Yoxsa günə 1000 rükət namaz qılsın, deyinə ürəyində. Zəkat versin, deyinə. O bəndəlik deyil. Bəndədirsə razıdır, hər şeyə razıdır. Vəzifələrini icra edir, nəticəsinə razıdır. Hətta belə bir hədis var ki, 14 il tərbiyə verir uşaq əsas. 7 il azad, 7 il itayət. 14 ildən sonra deyir da, uşağı Allahın ümidinə burax. Ondan sonra nə oldu, olmadı, o sənlik deyil. Sən vəzifəvi icra elə dəqiq. Sonrası Allaha bağlıdır. Demə da, mən bunu düzəldəcəm. Mən çox demə. Hərdən deyirəm, mən bunu adam eləyəcəm. Sən onun sahibi deyilsən. Dostuna deyir, mən bunu islah eləyəcəm. Sən vəzifəyi icra edirsən, hər bir nəticəyə razı olasan, bu nəyə göstərir? Bu onu göstərir ki, mən Allaha bəndiyəm. Bəndəlik hər işdə Allahdan razı olmaqdır. Və bu çox böyük bir məqamdır. Sözümün sonunda Allahdan istəyirəm ki, Allah bu məqama, razılıq məqamına bizi çatdırsın ki, bizim qəlbimiz o zaman sevinç içində olacaq. Biz qəlbimiz çox şad halda olacaq, rahat halda yaşayacaq. Həyatı yaşamaq bizə asan olacaq və xoş olacaq. Razılıq məqamı belə bir xüsusi məqamdır. Bu, bunun dünyadakı faydalarıdır. Qiyamətdə
İndi inşallah gedib görərik ki, ondan razı olan bəndəsindən Allah buyurur ki, mən də ondan razıyam. Bu elə kifayət edir insana. Deyirlər ki, cənnətdə insan neçə neymətə çox sevinəcək, cənnətin özündən artıq sevinəcək. Birini keçən dəfələrdə demişəm, ən gözəl müjdə bilirsiniz nədir? Fədxuluha xalidin. Mələklər belə qarşılar. Salamun aleykum bima səbərtum. Cənnətə gedənləri. Salam olsun sizə səbr etdiyinizə görə. Ondan sonra deyəcəklər ki, cənnətə daxil olun. Fədxuluha xalidin. Bu sözün ləzzəti o qədər insanın ürəyinə yağ kimi yayılacaq ki, fədxuluha xalidin, yəni daxil olun həmişə qalmaq üçün. İnsan bir dəfəmli rahat olacaq. Məni buradan çıxardan yoxdur ki, xeyr. Verdiklərini əlimdən alan yoxdur ki, xeyr. Bu əbədiyyət hissi var ki, həmişə varam, həmişə də olacam. Mən o gün bu hədisə yenə də baxırdım. Minəl hayyil qayyumilləzi la yəmut iləl hayyil qayyumilləzi la yəmut. Cənnətə daxil olanlara məktub gələcək. Həmişə diri olan Allahdan həmişə diri olacaq bəndəsinə. Allahın sifətləri onda təcəssüm olur. Bugünəcən mən nəyə ol deyirdim olurdu. Kun fəyəkun. Bugündən mənim bəndəm, səni də özüm kimi elədim. Nəyə ol desən, iradə eləməyin bəsdir ki, o yaranacaq. Görün, nə məqamlar gözləyir insanı. Sevinç nədədir? Mən həmişə varam, Allahın yanındayam, Allahın iradəsindəyəm, istədiyim də olacaq. Bu bir sevinç ki, cənnətin özündən üstündür. Bu olmasaydı, cənnətin nə qədər neyməti var versəydilər, yenə nigarandır ki, bir gün alınacaq. Bu qəm insanı cənnət heç vaxt ləzzət eləməzdi insan. Əksinə daha da yandırardı ki, o ləzzətləri gördükcə bir gün bu olmayacaq, heç nə o ləzzəti heç elədi. Allah arxain eləyir cənnətə daxil olanda, fədxuluha xalidin, daxil olun, əbədi qalmaq üçün. İkinci nədir? İkinci budur ki, cənnətdə gəzən, dolanan, neymətlərdən istifadə edən insanların hamısı bir şeyə əmindir ki, Allah məndən razıdır. Allah məndən razıdır. O razılıqdan aldığı ləzzət heç nə ilə müqayisə olunmur. İstəyirsən o səndən razı olsun, bu qısa ömürdə sən də ondan razı ol. Özünü ona tapşır, ona təslim elə və bütün verdiyi neymətlərdən razılığı elan elə hər gün. Elan elə, qorxma ki, onu görüb bəlaları çoxaldacaq. Xeyr, onu görəndə tədbir elə tökəcək sənin üçün ki, bu razıdır. Bir təhər elə bəlalar ki, bu tutumuna uyğun olsun, sıxıntıya, acılığa düşməsin. Bu, düz yaşamağın qaydaları və qanunlarıdır. Allah biz ondan razı olan bəndələrindən qərar versin inşallah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul əuzu bi rabbin nas, məlikin nas, ilahin nas, min şərril vasvasil xannas, əlləzi yuvəsvisu fi sudurin nas, minəl cinnəti vən nas. Sədəqallahul aliyyul azim.